Təəssüf ki, həm rəsmi İrəvan, həm də xarici dövlət və təşkilatlar Ermənistan cəmiyyətini Azərbaycanla sülh əvəzinə yeni müharibəyə hazırlayırlar. Beynəlxalq qurumların bu ölkəyə yardımları əhalinin rifahına deyil, müdafiə sahəsində sərf olunur. Bu fikirləri ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. Onun sözlərinə görə İrəvanın son dövrlər sərhəd təxribatlarını, o cümlədən müharibə ritorikasını artırması bu ölkənin yeni silahlı toqquşmaya hazırlaşdığını göstərir. Ermənistanın bəzən inandırmağa çalışır ki, öz ordusunda və 85% ordusunun silah-sursatını itirib, indi onları yerinə xarici dövlətlərdən silah-sursat alırlar. O dövlətlər də özlərinin istifadəsində bu günləri elə müasir tələblərə cavab verməyən silah-sursatları onları bəzilərini satır, bəzilərini elə hədiyyə edir. Artıq o, necə deyim, orduda onları çıxarırlar. Çünki müasir tələblərə cavab verməyən texnikalardır. Onlar onu almaqla bir də nümayiş etdirirlər ki, belə hazırlığa malikdirlər, onlar hər an müharibə apara bilərlər Azərbaycanla və s. Amma anlamırlar ki, Azərbaycan 44 gün müharibə dövründəkindən də 10 dəfə xüsusi hazırlığa malik, orduya malikdirlər. Xüsusi texniki imkanlara malik, orduya malikdirlər.